Maşın kızdırır belədir. Olmuşsun qalada. Hətta başlayır o daş var, o təbii daş. Şüş daş var, Bəli, bəli. Onun yanından elə bir asar gəlir. O diyor meşənin qutarıb bir dağa düşən hissəsinə qədər asar. Oradan sonra həmin hasar gəlir, bax belə keçir. Qalanın giriş qapısı da buradan. İndi oradan bir böyük dərə əmələ gəlib. Yəqin ki, 1000 illərin işidir da bu. 1000 il bundan əvvəl tikilmiş qaladır. Gəlir oradan yağan zəlzələdə, nə bilim, eroziyadan orada böyük bir dərə var. Oradan çıxdım, bax deyə qalanın giriş qapısı. Orada qoşa qapıdır. Buradan hə? Hə, arka. Bir də tikintini görürsən. Aha, bəli, bəli. Hə, o tikintidən elə bir 10 metrə yuxarıdadır. O bax belədir. Bax bu forma bax belə gəlib, bu dönür bax belə qalxır yuxarı dağa. Bu buradan aralanandan sonra bir 10 metrədən bunun qoşa qapısı var, arkalı belə. İndi də durur. Bir hissəsi birinin yüngül uçu, ancaq durur hələ ki, arkalar ikisi durur. Sonra oradan yenə o asar qalxır yuxarı, bax gəlir bax belə. Görsən asar keçir bax belə. Bəli, bəli, oradan. Bu dağın üstündə böyük bir saray olub. İndi qalğıları qalıb, ancaq möhtəşəm bir saray olub bax. Sonra keçir buradan belə bax belə asar gəlir bax belə. Görsən orada Buralar. hə bax belə tikintini görsən məkaniz. Bəli, bəli, bəli. O bir dairəli bir bina idi. O harasa 2012-ci ildə uçusu gəldi bax ora. Bütün belə dairə. Sonra bunu belə keçirsən daşın burasına. O qalanın bürcü idi. Bürc bilirsiniz nədir? Güllə. Gülləsi. Yəni oradan uzağa baxmaqdan. Bayraq da var orada. Mən onu bir 30 metr hündürlüyünü görmüşəm. Onunla. Hə, ora mənim o ağsaqqallar, yaşlılar söhbət edir ki, ora 40 dənə pillə çıxıb. Pillələrin mən hardasa bir 10'un görmüşəm. Bəlkə də 12'sin. Bax belə bir 40-50 sm pillələri. O dairəyə düz çıxıb o bürcün başına qədər. İndi o da uçdu, ən axırı 2023'də gəldi. Onun birazı qalanda keçən il gəlib. İndi o üstündə görürsünüz 3-4 dənə belə daş qalıb tikinti. İndi ora çıxanda da orada hələ ki daş çoxdur, tikilmiş daş çoxdur. Ancaq o asar belə gəlirdi, qalxırdı düz 30 metr hündürlüyündə. Mən görmüşəm onu. Sonra bax oradan dağla asar qalxır gedir. O yüksəklikdəki meşədə şahın sarayıdır. Bax indi də durub 30 metr uzunluğunda. 30 metr uzunluğu. İndi ara kəsmələr durub, Pereqorotqada bilinir ki, hardandır belə ara kəsmələr. Burası arxa divarın o dağın daşları gəlib çıxırdı. O dağın daşları çıxıb bizə. Orada deməli divarın eni orada da 3 metrdir. Şahın sarayı. Söyləyi dağın daşı ilə tikilib. İçərisi ağ daşın ondur. Elə baxırsan heç bir usta onu işləyə bilməz indi. Vaqon deyiləm. Məsələn, mən özüm ağlay qoyuram, sənətkaram, kafeli istəyirəm. Yəni, mən o işi həyatı boyu görə bilmərəm. Elə bir möcüzəli işlər var. Sağ ol dayı, Allah sana sağ eləsin. Məlumat verdiyin üçün. Bura bax. O dağı görürsən, o da dağı. Bəli, bəli. O dağın üstündə, o ağacın o tərəfində də bir dağın içində bir böyük bina var. Ha, görsənir. Ha, buradan görsənmir, yox. Yox. O özdən. Bax, o tərəfə keçsən belə o. Görsənir. Hə, o özə keçsən görünür. Bax, bir də bura gəl, bax. Adi binanı. Bax. Bir də günəşin çıxan çox ağacın altında tikintini hiss eləyirsən. Bəli, bəli, orada görünür. O da görünür. bir binadır, bax belə, dağın üstündədir. Sonra oradan, indi bunlar hamısı vaxtı ilə onlar torpaq olub o daşların üzü. O yuyula, eroziya, uğuya gəlib. Bax, burada bir dənə yeri mən sizə özüm şəxsən, özüm torpaq gördüyüm yeri deyim sizə. Burada çox möcüzəvi işlər var. Burası onu gəlir çəkibləri, dəfələrlə, nə bilim, dövlət kanallarından azdır, bərpa eləmədi. Yəni, bərpa olunmaq, ola bilsin ki, çox çətindir. Yəni, onu bərpa eləməkdir çətindir. O ən hündürdəki dağı görürsünüz, bax belə. Bəli, buranın. Onca üstündə də tikintilər görürsən, binalar. Bəli, bəli. Onun altındakı o üç bucaq yeri mən şəxsən özüm torpaq görmüşəm. O sal daşı. Oradan şahın sarayına yüzü saxsı turba ilə, bax belə bu yolunda turba ilə ora su keçib şahın sarayına. O turbanın mən hardasa bir 12 metrəsini o torpaqda görmüşəm. O sonra o bir əmoğlu vardı. O ilə gördü ki, torpaq aparıb sındıracaq. Dedi düşürdək, qoyaq aşağıda bir yerdə qalsın da belə bir şey üçün.
Biraz düşürdü, balaca ediyordu. Hardasa 10-12 yaşımız vardı. Düşdü əlimizdən saxlaya bilmədim. Qırıldı getdi. Parça-parça oldu. Adı uşağın sarayına keçən yeri dağda görünür turban ağzı. Belə. Oraların hamısı torpaq olub vaxtı ilə. Bu indi zəlzələlərdə, yağış, su, qar, nə bilim, belə yuyub gətiriblər. Binaların uçmasının da 90% deməli səbəbkarı bu ağaclardır. Ağac çıxır binanın üstünə belə. Bir dənə balaca elə balaca toxum düşdü. Başlayır orada inkişaf eləmək. Gedir, Cil atır. ilşə artdığı zaman başlayır daşları aralamağa. Düz. Oradan da su çökülür içərisinə. Yavaş-yavaş biz görsən, adı o rastvoru şey eləyə bilmir, arasındakı o məhl olur, palçığı şey eləyə bilmir. Daşı partladır gelir. O palçıq o qədər qüvvədir, kəd deyirlərdi o vaxtı, kirət, kəd. Deməli yumurta sarısı, əhəng, yəni nəsə başqa şeyləri qoşublar bir-birinə, oyuna tikiblər o binaları. Yəni deyiləsi bir şeydir, yəni ora çıxmasın. Yo, indi var, bir dəqiqə fakt orada durur. orada Bu dəqiqə var, məsələn, dəqiq yerim deyim bax. Bu asarın, bax burada belə dağdan asar gəlir. Ondan bir 50 metr bax belə düz bax bu istiqamətdədir. Bir 2019-da onu şey elədilər, arxeoloji qazıntı gəldilər, qazdılar, Aşıq Qul yığar axıdır. O qazıdı. Neçə çıxdı sonra şey oldu, müharibə başladı, qaldı yarımçı. Sonradan da gəldi bir hissəsini açdı. 2 il bundan əvvəl. İndi bir gəlib qazıntı aparmalıdırlar, ancaq çox sağ olun ha, belə məlumatlar üçün. Bura əmmimizin yeridir dostlar. Bax gözəl bir məkandır. Ailəvi istirahət etmək üçün. Bax xudmani belə yerimizdir. Dayı bu yer haqqında bir məlumat verərdin. Məlumat mənim şəxsi yerimdə bura. Aha. Adın Qalaltı qoymuşuq. Qalaltı məkanımız. Ailəvi istirahətdir, yəni burada gəlibdir. Stullardır, stuldur, nə bilim. Manqal, şiş, qab, qaşıq, hamısı içərisində. Bulağımız var, 3 yerdə bulağımız var. Burada, orada. İnşallah. Bura gəlmək istəyənlər, dayı əlaqə nömrəvi deyirəm. Rəqəm burada var bir şeydə 050 Bəli. 680 Aha. 1579. Eşitdiniz dostlar. Gəlmək istəsəniz dayı ilə əlaqə saxlayın. Bu gözəl yerdə siz də ailənizlə bərabər istirahət eləyə bilərsiniz. Şamaxı rayonunun Qaladərəsi kəndi. Bax, gördüyünüz bu məkanda Burada da indi inşallah restoran olacaq. İnşallah. Evlər qoymuşam 2 dənə qataya gedik. 5 olacaq o. Burada bu restoran klibatı. Xeyirli olsun əmi. Çox gözəl, çox gözəl. Sağ olun. Şad oldum əmi sizi tanımağa. Sağ olun əzizim. Sağ olun. Çox sağ ol əmi. Öpürəm, varım. Sağ ol.